London Chelsea-nə finalda kim rəqib olacaq? Əfsanəvi Antoninin Betisi, yoxsa ondan geri qalmayan De Gea'nın Fiorentinası? Keçən oyun öncəsində bizim dediyimiz kimi Chelsea Djurgården maçında hər şey birinci oyunda həll oluna bilərdi. Olundu da. Lakin o biri tərəfdə işlər çox maraqlıdır. Yəni intrigaya görə bəlkə Barcelona Inter oyunundan heç bir şeydə geri qalmır və təsadüf deyil ki, daha bir İspan-İtalyan duelidir. Bir tərəfdən Moise Kean geri qayıdır. Digər tərəfdən isə Betis var, hansı ki cəmi bir top fərqi ilə qalib gəldi. Halbuki maç içində oyunun dominasiyası yaxşı idi. İkinci tərəfdən elə Inter Barcelona oyunda olduğu kimi, yəni ilk oyundan söhbət gedir. İkinci hissədə Fiorentina oyunu daha yaxşı kontrol edə bildi. Ona görə də bu görüş gözlənildiyindən də daha intriqalı olacaq. Əlbəttə ki, işə əfsanəvi Antoni qarışmasa, mən nəyə görə onu deyirəm? Çünki solaxay adamın sağla vurduğu bir qola baxın. Və maraqlı bir taktikanı nəzərinizə çatdırım ki, bu Antoninin birinci sağ ayaqla vurduğu qol deyil. Vaxtı ki Manchester United oynayanda Barcelonaya qələbə qolunda belə vurmuşdu. Yəni Antoninin bir növ o Azərbaycanca söz deyirik ki, beyni çönməsə, Fiorentina şansları olacaq. Sizin fikrinizcə Fiorentina finalda bəxtini 3-cü dəfə sınayacaq, yoxsa Antoni qızıl topa gedən yolda daha böyük bir addım atacaq?